Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar, dəyərli CBC Sport izləyiciləri. Bura Bank Respublika Arenada və Masazır qəsəbəsində Sabah komandası ev oyunlarını keçirdiyi arenada növbəti görüşünə hazırlaşır hazırda və turun son qarşılaşması bir qədər sonra məhz bu arenada start götürəcək. Artıq heyətlər təqdim olunur sizin üçün əziz tamaşaçılar. Rasim Əliyevin göndərdiyi statistik məlumatları diqqətinizə çatdırım. Sabahla Qəbələ Premyer Liqada 23 dəfə qarşılaşıb. Bu oyunların 13-ündə Sabah, 7-sində Qəbələ qalib gəlib. 3 oyun heç-heçə bitib. Top fərqi 38-in 22-yə Sabahın lehinədir. Sabah Qəbələni 12 dəfə qəbul edib və bu oyunların 9-unda, yəni doğma meydanda Sabah, 3-ündə isə qonaq Qəbələ qalib gəlib. Top fərqində isə burada daha ciddi bir rəqəm var, 23-ün 10-a. Beləliklə heyətlərə nəzər salmaq olar. Əziz tamaşaçılar, Sabah komandasının birliyi, bu arada biz var otağını izləyirik. Sabah komandasının heyəti, qapıcı 92 Stas Bakatilov, 2 kapitan Amin Seydiyev, 5 Rəhman Daşdəmirov, 20 Joel Smikes, 21 Velko Simic, 3 Steve Solve, 70 Jesse Sekidika, 27 Timotej Puxat, 13 Ivan Lepinica. Və belə ilə Fərid Hacıyevin işarəsi ilə Sabah Qəbələ maçı başlayır. Ötürmə qapı qarşısına Səlahət Ayev çıxışda səhv edir və top dirəyin yanından keçir. Steve Solve hava mübarizəsində hər kəsi qabaqladı. İziri təkrarı, ötürmə də çox yaxşı alınmışdı. Solve bu epizodda bəxti gətirmir Sabahın mərkəz müdafiəçisinin. Səlahət Ağayev isə çıxışda inamsız oynamışdı. Yenə sağcına Jondo, ötürmə qapı qarşısına Ovosu, cərmə meydançasında Ovosu döndü, indirdi zərbəni. Çərçivəyə düşmür Prince Ovosu. Sabahın cərmə meydançası həndəvəri və daxilində Qəbələ futbolçularının növbəti təhlükəli reydini izlədik. Amma çərçivəyə düşə bilmədi Qəbələnin 30 nömrəsi. İndi isə Puxat topladı. Sabah komandasının sol cinah müdafiəçi ötürmə qapı qarşısında. Simic cərmə meydançasında zərbə üçün imkan var, alınmadı zərbə, təkrar zərbə və top qapının üstündən keçir. Son toxunuş, küncdən zərbə. Puxatın bu ötürməsi, ardınca Simic'in cərmə meydançasına göndərdiyi top. Joel Smikes topa tutarlı zərbə indirə bilmədi. Küncdən zərbə. Puxat ötürmə qapı qarşısına. Boşla zərbə, Steve Solve! Steve Solve! İkinci cəhdində fərqlənir 28-ci dəqiqə. Sabahın mərkəz müdafiəçisi Steve Solve başla dəqiqə oynayır. 10-cu turun son qarşılaşması. Sabah Qəbələ görüşündə hesab açılır. Steve Solve başla topu Qəbələnin qapısından bax belə keçirir. Meydandakı güman ki ən hündür futbolçulardan biridir Steve Solve. Bax burada o nəzarətsiz qaldı və dəqiq oynayır başla. Steve Solve, Isaac Amoa. Ona qarşı mübarizə aparmalı olan müdafiəçi isə gecikmişdi, şübhəsiz gecikmişdi. Və nəticədə Solve'nin baş zərbəsi dəqiq olur. İrəlilədi, topu yaxşı saxladı özündə, ötürmə sol cinaha. Timotej Puxat ötürmə qapı qarşısında. Velko Simic saxlamadan zərbə! Top dirəyin yanından keçir. Mükəmməl hücum nömrəsi izlədik Sabahdan. Baxın, bu da həmin epizod. Damadayev mövqe səhv etdi və Velko Simic saxlamadan zərbədən sonra o epizodun sonu qol gətirmədi. Və beləliklə ilk hissə yekunlaşır əziz tamaşaçılar. Bank Respublika Arenada Steve Solve'nin vurduğu yeganə qolla tərəflər fasiləyə yollanırlar və Sabah öndə yollanır fasiləyə. Hələlik isə fasilədir. Nicat dərhal Maluda geriyə çəkilir. Masumu ötürmək. Ovosu geriyə oynayır. İşkin Əhmədov qüvvətli zərbə! Top dirəyin
keçir. Bu zərbə zamanı çətin vəziyyətdə idi, amma top çərçivədən yan keçir. Bu da təkrar. Eşqinin qüvvətli zərbəsinin təkrarını bir daha izləyirik. Domi Massumu. Ötürmə Ovusu. Nicat. Nicat keçdi rəqibini. Nicat Əliyev ötürmə qapı qarşısına. Yaxşı ötürmə, zərbə gəlir Pokatilov. İki gözəl hərəkət. İzini təkrarı. Domi Massumu'nun zərbəsi, Pokatilov'un seyvi. Velko Simic. Sürətli gəlir Sabah. Jesse Sekidika. Sekidika. Sekidika və seyv! Səlahat Ağayev. İzini təkrarı. Bax, bu da həmin epizod. Jesse Sekidika'dan zərbə. Səlahat Ağayevdən seyv. Küncdən zərbə yerinə yetiriləcək. Timoteusz Puchac. Künc nöqtəsindən topana daxil edəcək. Yaxşı, gözəl hərəkət. İndi sürətli əks hücum, xəyaldan ötürmə qapı qarşısına. Geriyə daban ötürməsi, Aleksey İsayev baxır ətrafına. Ötürmə Umar Aliyev. Umar Ali Rahman Aliyev. Sol cihazda Velko Simic. Saxlamadan ötürmə və topa toxunmaq mümkün olmadı. Xəyal. İndi isə əks hücum, Aleksey İsayev baxır qapıya. Ötürmə qapı qarşısına. Zərbə və mükəmməl oynayan Səlahətdir bu dəfə. Küncdən zərbə yerinə yetirilir. Artıq artırılan o 4 dəqiqədə bitib. Və Fərid Hacıyev qarşılaşmanı başa çatdırır. Əziz tamaşaçılar, çox maraqlı keçən, çox sürətli keçən, bol epizodlu, əla mübarizənin yekununa gəlib çatırıq. Yayma rejissoru Elçin Mehballiyev idi. Görüşü isə sizin üçün Ramiz Mirzəzadə şərh edirdi. Sağ olun, salamat qalın.